Bir gün bir kasıb dolana bilmirdi. Arvadına dedi ki, arvad, mən ne eləyim axı biraz pul qazanaq? Dedi, bədbaxt oğlu, bu 60 ildə sən bir qəpik qazanmayıbsan. Təzədən nə qazanacaq? Dedi, arvad, eşitmişəm bizim şah ağılsızdır. İstəyirəm gedəm şah halladam. Dedi, məni də sağ qatıb öldürəcəklər. Dedi, qorxma. Bu durdu elə gəldi, gördü ki, şah da vəziri qapıya qov, keşkəs içəri buraxma. Çatan kim bu kasıb vəzirə dedi ki, dövlət işindən əlaqədar şahı görməliyəm, məni təcili saraya bırax. İçəri girdi ki, şahdır, arvadıdır, uşaqları oturub çörək yeyirlər. Dedi, səni kim içəri buraxdı? Dedi, vəzir buraxdı, mən xahiş eləmişəm, bir məsələyə gəlmişəm. Dedi, nədir? Dedi, 20 ildir mən sehirli tac üzərində işləyirəm. Elə burada da yaşayıram, buranın da şahı sənsən. Sən sarayda məhkəmə saxlayırsan, prokuror saxlayırsan, vəkil saxlayırsan. Bunların hamısı bu ştatları bağlar. Mənim qayırdığım tacla bütün şəhəri, bütün əhalini idarə eləyəcək. Arvad dedi ki, bu yaxşı məsləhətdir. Dedi, şahına, tac nə vaxt əmələ gələr? Dedi, 1 ilə. Dedi, nə qədər pul istəyirsən? Dedi, əşə qədər bahaçıl deyiləm. Bir 20 qızıl versən, ancaq onun o zərgərli işlərinə, onun o sehirlərinə 3 mərtəbə olacaq tac. Onlara həsr eləyərəm. Şah gətdi 20 kilo xəzinədən qızılı çəkdi, verdi. Bu tac qayran evə gələndə dedi, arvad dedi, nə? Dedi, şah aldatmışam, 20 kilo qızıl gətirmişəm. 1 il ömrümüz var. 50 il kasıb yaşamaqdansa 1 il devlətli yaşayıb ölmək lazımdır. Bir gəmi tutmuşam, gedək 1 il dənizin, dəryanın üzündə qalaq, ya içək qaydanda ikimizi də öldürsün. Arvad baxdı, ağıllı məsləhətdir. Da dünyanın nəyini götürmədilər bu dəryanın üzünə? 1 il o kefi çəkdilər ki, 60 il görmədikləri kefi. Amma həyat şirindir, can şirindir, dünya malı şirindir, qızılın yarısı qalmışdır. Sahilə yaxınlaşanda kişi fikirli əlini atdı, 5-6 qamış qopartdı, qarğı qırığı. Evə gələndə arvad dedi, sabah vaxtı, tac yoxdur, nə deyəcəm? Dedi, arvad, Allah kərimdir, 20 kilo qızılı verən məni bu zindandan çıxardacaq. Elə bu qarğıları belə baş-başa bağladı, arvadına dedi, yaylığını ver. Bu da yaylığı verdi, atdı bu 3 dənə qarğının üstünə. Sabah ertə üzünüzə belə toyda açılsın. Şah vəzirə dedi ki, ilkinə sən ged taca bax. Gör keyfiyyətlidirsə bir 10-15 ölkənin adamını çağıracam buraya. Yanvarın oğlan çağı, göydən qarpuz yağır. Bu tac düzəldən sipariş elədi ki, tac çox nazikdir. Şahın başında tük olsa durmayacaq. Başını ülgüşlə təmiz qırtırsın. Ağılsız şah verdi kərənti bıçağı.